Salamlar, vaxtınız xeyir olsun. Biz bu 7-ci coğrafya iş dəftərinin bölümü 6.1 ahali artımı fərqlər mövzusunun çalışmalarının izahına baxacaq iş dəftərindən. Gəlin vaxtırmadan çalışmaların izahlarına baxaq. Xəritə əsasında tapşırıqları yerinə yetirin. Ən qədim məskunlaşma mərkəzinin 3 məskunlaşma mərkəzini yaz və xəritədə qeyd elə. Ən qədim məskunlaşma yerləri tarixdən bilirsiniz, Keniyada olub 5, sonra 3 Mesopotamiya, 2 Hindistan, Xanxayansı çay hövzələri ətrafında əhali məskunlaşmışdır. 3, 5, 2 olacaq, düzgün cavabımız. Sonra müəyyən etdiyim ən qədim məskunlaşma mərkəzinin digərlərinə doğru yayılması istiqaməti müəyyən edin. Birinci demiş Afrikada yayılmışdır, daha sonra Mesopotamiya, sonra Asiyadan daha sonra Avropa doğru nə eləmişdir, yayılmışdır. Həmçinin Asiyadan da keçərək Avstraliyaya eyni qayda ilə dəniz yolu vasitəsilə buna nə deyirlər? Həmçinin bu hissədən də əhali yayılmışdır. Dəniz yolu vasitəsilə coğrafi kəşfiyyat dövründə Avropa əhalisi Şimali Amerikaya, Afrikaya, həmçinin Avstraliyaya da köç etmişlər və qədim əhali də müxtəlif quru yollar vasitəsilə Şimali Amerika, Cənubi Amerikaya və Avstraliyaya da səyahətlər etmişlər. Sonra əhali bağlı olan doğru və yanlış ifadələri müəyyən edin. Ən qədim insanlar Afrika qitəsində məskunlaşmışlar. Bəli, bu tamamilə doğrudur. Dünyada əhali əsasən 20-ci əsrdən azalmışdır, xeyr azalmamışdır. Demişdik ki, 20-ci əsrlərdən etibarən əhali artmağa başlamışdır. Bu səhvdir. Yer kürəsinin ən yüksək təbii artımı 2,2% təşkil etmişdir. Bəli, bu doğrudur. Sonra hazır dünya əhalisi 10 milyard nəfərdir. Xeyr, 10 milyard nəfər deyil. Neçə milyard nəfərdir? 8,1 milyard nəfərdir. Bu da səhvdir. Dərsliyə 4-cü dərsliyə əsasında bioqrafiyaya aid 3 fikir yazın. Eramızdan əvvəl əhalinin sayı demişdik ki, 230 milyon nəfərə qədər olmuşdur. Daha sonra 1960-cı ildə baxaq qрафикaya, mən kitabdan baxıram, siz də kitabınızdan baxarsınız. Baxaq, burada qeyd olunmalıdır. Sonra 18-19-cu əsrlərdə 18-ci əsrdə 950 milyon, 1900-cü ildə 1,6 milyard, bugünkü günümüzdə isə 2024-cü ildə isə əhalinin sayı 8,1 milyard nəfər təşkil edir. Daha sonra 4-ə baxaq. Siyasi kontur xəritəyə qeyd edilmiş ölkədə aid xüsusiyyətlər cədvəldə qruplaşdırın. Ölkənin adı və onun şeyləri. A ölkəsi, baxaq, bura aid olacaq. A ölkəsi hansı olacaq? Onu da biz xəritədə qeyd edirik. Adı yadından çıxdı. Üzrlü sayın. Bura şey olacaq. Niger olacaq, çox güman ki. Hə, Nigerdir. A ölkəsi Niger deyil, daha doğrusu Çad olar, çox güman ki. Çad inkişaf səviyyəsi zəifdir. Yəni, bura Çad yazacaq. Çox güman ki, Çad olacaq. İnkişaf səviyyəsi zəifdir. Sonra inkişaf səviyyəsi yüksəkdir, xeyr, yüksək deyil. Bura çıx qoyacaq. Əhalinin təbii artımı 0-dan azdır, xeyr, 0-dan yüksəkdir, ona görə bura çıx qoyacaq. Təbii artımı 2% yuxarıdır, belə bu doğrudur, ona görə bura plus qoyacaq. Sonra B ölkəsinə baxaq. B ölkəsi Yaponiyadır. Yaponiyanı bura yazaq, Yaponiya, yazaq elə. İnkişaf səviyyəsi zəifdir, xeyr, yüksəkdir. İnkişaf səviyyəsi yüksəkdir, bəli, doğrudur. Əhalinin təbii artımı 0-dan azdır, bəli, bu doğrudur. Təbii artımı 2% yuxarıdır, bu yanlışdır. Sonra C-yə baxaq. C aid olacaq Afrika ölkələrindən. Bu hansı ölkə olacaq? Bu yaddan çıxdı. Yaddan çıxdığına görə bu sözünüz xəritə qeyd edib taparsınız. İnkişaf səviyyəsi yenə deyirəm ki, zəif olacaq. Yəni Afrika ölkələrinin inkişaf səviyyəsi zəifdir. Bu doğrudur. Sonra inkişaf səviyyəsi yüksəkdir. Bu yanlışdır. Əhalinin təbii artımı 0-dan azdır. Bu yanlışdır, yüksəkdir Afrikada həmişə və təbii artımı 2% yüksəkdir, bəli, bu doğrudur. Sonra D-yə baxaq. D-də Əfqanistan qeyd olunur. Əfqanistanda baxaq, təbii inkişaf səviyyəsi zəifdir. Bu inkişaf səviyyəsi zəifdir, bu doğrudur. İnkişaf səviyyəsi yüksəkdir, azdır. Əhalinin təbii artımı 0-dan azdır, xeyr, yüksəkdir. Ona görə bura çıx qoyacaq. Əhali halıqdır. 2%-dən isə şeydir, nədir? Yuxarı, bəli, bu doğrudur. Sonra baxaq, E-yə baxaq. E-də hansıdır? İspaniyadır. İspaniyada nə olacaq? İnkişaf səviyyəsi zəifdir, xeyr, inkişaf səviyyəsi yüksəkdir. Ona görə burada plus qoyaq. Sonra İnkişaf səviyyəsi yüksəkdir. Əhalinin təbii artımı 0-dan azdır. Bəli, bu doğrudur.
İnkişaf səviyyəsi, əhali təbii artımımız nədir? Nə deyəcəkdim? İnkişaf səviyyəsi yuxarıdır, xeyli yanlışdır. Sonra F-ə baxaq. F də Almaniyadır. Almaniyada inkişaf səviyyəsi yüksəkdir. Sonra təbii artım sıfırdan aşağıdır, bəli, doğrudur. İnkişaf təbii artım 2,2% təşkil edir, xeyli bu yanlışdır. Sonra əhalinin təbii artımına təsir edən amillər bu kitabda qeyd olunmuşdur. Müharibələr, sonra dini və iqtisadi müharibələr, iqtisadi çətinliklər, ekoloji problemlər, təhsil səviyyəsi və dini və milli adət-ənənələr təsir edir. Ölkə əhalisi ümumi sayı 12 milyon nəfərdir. Hər 1000 nəfərə düşən təbii artım 15 nəfərdir. İlərində əhali neçə faiz artığını, ilərində əhali neçə nəfər artığını hesablayın. Bax, 12 milyona x yazacağım, 12 milyona x tənasib həll edəcəm x. Sonra gəlir bu 15.000 nəfərə isə 15 nəfər artıb. 15 nəfər artıb. Tənasübə həll etsə x bərabərdir. 12 milyon vurulsun 15 bölünsün 1000. Bu da eləyəcək bizdə 180.000 nəfər edəcək. Düzgün cavabı olacaq burada 180.000 nəfər. Sonra hər şəklə aid fikir yazın. Baxın, birinci şəkildə Afrika ölkəsində yaşayan bir uşaq təsvir edilib. Bu arada iqtisadi inkişaf səviyyəsi aşağıdır, təhsil səviyyəsi aşağıdır. İqtisadi imkanlar nəticəsində uşağın inkişaf etməsi nisbətən zəifdir. Bir də isə görürük ki, əsasən Avropa ölkəsində yaşayan bir qız uşağı təsvir edilib. Burada həyat səviyyəsi yüksək, təhsil səviyyəsi və sair səviyyəsi yüksəkdir. Bu səbəbdən də nə olacaq? Burada əhalinin yaşayış səviyyəsi daha yüksəkdir. Sonra baxaq elə başqa tapşırıqlar var mı? Xeyr, yoxdur. İzlədiyiniz üçün təşəkkür edirəm. Gəlin videolarda görüşəndə hələlik.